Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz 5-ci sinif texnologiya dərsliyindən muncuq hörmə texnikasıdır. Ümidvaram ki, bu mövzunu dinlədikdən sonra mövzunu əməlli, ətraflı başa düşəcəyik. Muncuq nədir? Muncuq dekorativ sənət. Dekorativ sənət işləri üçün bəzək əşyasıdır. Nədir muncuq? Bəzək əşyası. Hansı işlər üçün? Dekorativ sənət işləri üçün bəzək əşyasıdır. Muncuqdan bəzək əşyalarının hazırlanması sənəti muncuq hörmə adlanır. Bəzək əşyası, hər hansı bir bəzək əşyası hazırlayırıqsa, buna muncuq hörmə deyilir. Muncuqdan bəzək materialı kimi harda istifadə olunur? Naxış tikmədə, mozaikada, toxuculuqda. A şəklində naxış tikmədə, baxın nə gözəl. B şəklində mozaikada, muncuqdan mozaika. C şəklində toxuculuqda, muncuqdan bəzək materialı kimi istifadə olunur. Gəlin görək muncuğun yaranma tarixi nə zamandan başlayır? Muncuq ərəb dilindən tərcümədə busra, busir, yəni saxta mirvari deməkdir. Saxta mirvari. Busra və ya busir. Hansı dildən tərcümə olunub? Ərəb dilində. Romalılar Misiri fəth edərək Roma imperiyasında, sonra Bizansda şüşə və muncuq istehsalını inkişaf etdirdilər. Deməli, Romalılar neyinir? Misiri fəth eləyir, Roma imperiyasında muncuq istehsalını inkişaf etdirir. Sonra isə Bizansda. Daha sonra bir çox sənət sahibləri ilə yanaşı şüşə işləri üzrə sənətkarlar da Venesiyaya köçdülər. Elə bununla da Venesiya Avropada muncuq üzrə əsas mərkəz tədarükçü oldu. Deməli, əsas mərkəz tədarükçü hansıdır? Venesiya. Deməli, Avropada əsas mərkəz tədarükçü kim oldu? Venesiya. Muncuqla bəzədilmiş çantalar, mücrülər, yastıqlar və geyimlər olduqca dəbli hesab edilir. Yəni, bu hər il, hər zaman dəbdə olur muncuqla bəzədilmiş əşyalar. 18-ci əsrdə muncuq istehsalında Venesiya rəqib hara oldu? Bohemiya. Bohemiyaya nə deyilir? Şimali Çexiya. 18-ci əsrdə Venesiya rəqib hara oldu? Bohemiya. Bohemiyanın öz şüşə istehsalı texnologiyası var idi. Geyimin muncuqla bəzədilməsi məşhurlaşaraq yüksək zövq və var-dövlət əlaməti oldu. Deməli, əvvəlcə Misiri fəth etdilər, Roma imperiyasında inkişaf etdi, sonra Bizansda, sonra Venesiyada, sonra Bohemiyada. Muncuq hörmə texnikasının aşağıda göstərilən üsulları mövcuddur. Bunlar hansılardır? Sadə zəncir düzməsi birinci. Muncuqla işləməyin ən sadə üsulu sadə zəncir düzməsidir. Bu, sadə zəncir düzməsi bir ucdan muncuqları, belə deyək də, sapın üzərinə, jilkanın üzərinə düzülməsidir. Bəli, bu formada. Daha sonra, qarşıya hörmə. Müəllimlər, nədir qarşıya hörmə? İki əllə tutulan sapın ortasına, baxın, sapın ortasına bir muncuq dənəsi taxılır. Sonra növbəti muncuq dənəsi sapın istənilən ucuna, məsələn, sağ ucuna keçirilir. Baxın, sapdır, sapın ortasına muncuğu keçirdik, düzdür? İki əllə tutulan sapın ortasına bir muncuq dənəsi taxdıq. Sonra növbəti muncuq dənəsi istənilən ucuna, istəyirik, bax, bu uca taxaq. İstəyirik digər uca, yəni bir ucuna taxılır. Hansı ki, bax, bu digər sapı da gətirib muncuğun digər tərəfindən keçirməklə, baxın, qarşıya hörmə alınır, bax, bu formada. Sapdır, sapı bir tərəfdən bu ucunu, digər tərəfdən də belə qarşıya keçirməklə nə oldu bu? Qarşıya hörmə. Bundan sonra sapın sol ucu, sağ ucun qarşısında olmaqla həmin muncuq dənəsinə keçirilir. Sol uc, sağ ucun qarşısında olmaqla, baxın, həmin muncuq dənəsinə keçirilir. Muncuq dənələrinin nizamlı və sıx yerləşməsi üçün nə edirik? Bu sapları dartırıq.
Və belə işi davam etdiririk. Yenə muncuq dənəsi sağ tərəfdən, sol tərəfdən neynədir? Saplar qarşı-qarşıya dartdıq və bu cür nə oldu? Qarşıya hörmə alındı. Gəlin görək paralel hörmə nədir? İki sapla, daha doğrusu bir sapın və ya məftilin iki ucu ilə yerinə yetirilir paralel hörmə. Bir sapın və ya məftilin iki ucu ilə. Sapın, məftilin və ya tilov ipinin, buna jilka da deyirik biz ara. Söz kimi, sapın, məftilin və ya tilov ipinin bir ucuna növbəti sıra ilə muncuq dənələri düzülür. Bəli, bax, muncuq dənələrini bir şəkil birdə olduğu kimi düzdük. İkinci addım, sonra digər ucu həmin muncuq dənələrindən, baxın, qarşı hörmədə bir muncuq dənəsindən söhbət gedir, amma paralel hörmədə çox muncuq dənələrindən söhbət gedir. Muncuq dənələrindən birinciyə qarşı olmaqla keçirilir. Bax, bu birinci budur, birinciyə qarşı olmaqla keçirilir. Şəkil 3-də göstərilib. Baxın. Qarşıya hörmədə, yenə deyirəm, bir muncuq dənəsi idi və sap digər muncuğun qarşıya hörmə ilə keçirilirdi. Amma paralel hörmədə muncuq dənələrindən söhbət gedir. Baxın, yenə qələmimi itirdim. 1, 2, 3, 4 muncuq dənəsindən söhbət gedir. Biz bunu 3 də eləyə bilərik, 5 də eləyə bilərik. O da bizim istəyimizə bağlıdır. Həcmli fiqurlar üçün həm tilov ipi, həm də məftil istifadə edilir. Həcmli fiqurlar üçün həm tilov ipi, həm də məftil istifadə edilə bilər. Deməli, paralel hörmədə bizə nə lazım oldu? Sap, məftil, tilov ipi lazım ola bilər. Paralel hörmədə hansı ki, iki əllə tutulan sapın ortasına bir muncuq dənəsi taxdıq və qarşıdakı muncuq dənəsinə həm sağdan, həm soldan qarşı-qarşıya keçməklə neynədik? Davam etdik və bunu dartmaqla sıx, səliqəli əşya ala bilərik, məmulat ala bilərik. Gəldik ilgəklərlə hörmə. Bu çox sadədir. Bax, burada təsbit sözü var. Təsbit edirik. Lazımi miqdarda muncuq məftilin üzərinə, bax, sadəcə məftildən söhbət gedir burada. Məftilin üzərinə düzülür. Bundan sonra muncuqların ilgəkdə təsbit edilməsi üçün məftil lazım olduğundan artıq vurulur və bu oldu bizim ilgəklərlə hörmə. İynəyə bənzər hörmə. Bu hörmə üsulunda iynəyə bənzərdə necədir? Məftilin uclarından birinə sonuncu muncuğu düzdükdən sonra məftilin həmin ucuna əks istiqamətdə yerdə qalan muncuqları keçirmək. Deməli, biz nə edirik? 1, 2, 3, 4, 5. 6-cı muncuğu keçirdik. 6-cı muncuğun digər tərəfindən sapı çıxarırıq və yenidən geri qayıtmaqla biz iynəyə bənzər hörmə əldə edirik. Bəli, sapı sonuncu muncuğun içindən keçirib, geri qayıtmaqla nə edirik? İynəyə bənzər hörmə əldə edirik. Gəldik xaçvari hörməyə. Xaçvari hörmə nədir? Buna iki iplə hörmə də adlanır. Əslində ip birdir, amma onun iki ucundan da istifadə edirik. İp iki ucdan götürülür, ortasına bir muncuq keçirilir. Üzr istəyirəm, 3 muncuq keçirilir. Fikrim getdi. 3 muncuq keçirilir. Dördüncü muncuğu nə edirik? Qarşıya hörmə ilə. Bax, bunu muncuq və sap götürərək özümüz evdə eləyə bilərik, daha yaxşı öyrənmək üçün. Dördüncü muncuğu qarşıya hörmə üsulu ilə bərkidirik. Sonra ipin ucları dartılır. Hər uca bir muncuq keçirilir və yenə də növbəti muncuğu qarşıya keçirməklə, baxın, bu formada qarşıya hörmə, xaçvari hörmə alırıq. Bunu bir də izah edeyim. Xaçvari hörmə dedik, iki iplə hörmə adlanır. İp iki ucdan götürülür. Ortasına 1, 2, 3 muncuq keçirilir. Dördüncü muncuq qarşıya hörmə ilə, bəli, qarşıya hörmə ilə bərkidilir.
Sonra ipin ucları dartılır. İpin sol və sağ uclarından hər birinə bir muncuq keçirilir. Növbəti muncuq yenə qarşıya keçirilməklə, qarşıya hörməklə daha doğrusu üsulu ilə keçirilir. Sap dartır və yenə sağdan soldan muncuq, yenə növbəti muncuq qarşıya hörməklə, yəni bu proses davam etdirilir. Bu da oldu xaçvari hörmə. Muncuq hörməyə başlamazdan əvvəl aşağıdakıları bilməliyik. İşləmək üçün muncuq və şüşə muncuqlardan istifadə edin. Muncuqların rənginə, ölçüsünə görə bağlamalarda saxlamalıyıq. Xüsusi iynələrlə işləyirik. Nömrə 1, nömrə 0. Bax, bunlara diqqət edin. Muncuqlarla toxuma sıx olmalıdır, boşluq olmamalıdır, boşluqsuz olmalıdır. Belə müəllimlər, bu da bizim muncuq hörmə. Ümidvaram ki, yaxşı izah eləyə bildim müəllimlər. Belə, sağ olun, özünüzə yaxşı baxın. Allah amanında.